Yuxulu bir gecə idi. Nazlı və Elton sakitcə yatırdılar. Onlar yuxuda kiçik raket oyuncağı ilə oynamaq qərarına gəldilər. Birdən raket işıqlandı və böyüdü. Onlar raketə minib, pəncərədən çıxıb kosmosa uçdu. Ulduzlar parlayırdı. Onlar ayın yanından keçdilər. Ayın üzündə güləri sima vardı. Əl yellədilər. Sonra Mars göründü. Qırmızı plastilin səhrası. Orada balaca yad planetlilər rəqs edirdi. Nazlı və Elton raketdən düşdülər. Elton təəccüblə dedi: "Bu torpaq plastilindən imiş." Yad planetli Nazlıya qırmızı top verdi. Top yuxarı qalxdı və ulduza çevrildi. Sonra göydə nəhəng quyruqlu ulduz göründü. Birdən kosmosda rəngarəng ulduz yağışı başlayır. Kosmos göy qurşağına bürünür. Elton və Nazlı gülümsəyir. Raket yavaşca pəncərədən içəri enir, yuxu bitir. Nazlı və Elton səhər yataqlarında oyanırlar. Masada kiçik ulduz fiquru parlayır. Nazlı fiquru əlinə alır və deyir: "Ulduz yuxusu bitdi, amma xəyallar hələ də parlayır."